Salam dostlar, bizim bugünkü mövzumuz How can I come to you or how can I get to you olacaq. Hər ikisinin mənası sənə necə çata bilərəm, sənə necə ulaşa bilərəm mənasını verir. Amma ingilis dilində ən çox işlənən forması how can I get to you ifadəsidir. Çünki əgər bir ingilisə how can I come to you deyə yəni müraciət eləsək, o tamamilə başqa bir anlamda başa düşəcəkdir. Gəlin indi getdən sonra isimin və ya yer bildirən sözün gəldikdən sonra hansı mənaları verdiyinə diqqət yetirək. Get plus noun olarsa almaq, gətirmək mənasını verir. Misal üçün, I get my salary every month or I will get you some water. Məsələn, mən hər ay maaşımı alıram, yaxud da mən sənə biraz su gətirəcəm. Görürsünüz, bu da gətirmək, götürmək mənasını verir. Amma getdən sonra yer bildirən söz gələrsə, burada artıq bir yerə çatmaq, səyahət etmək mənasını verir. Məsələn, I want to get you Ankara tomorrow. Mən sabah Ankaraya səyahət etmək istəyirəm. Yəni Ankaraya getmək istəyirəm. Diqqətinizə görə təşəkkürlər. Yeni mövzularda görüşərik.